Land Cruiser'dən nəyi əksik idi? Bax, sual verirəm sizə. Land Cruiser'dən, Toyota'dan nəyi əksik idi? Bu kapotun altında bir dənə raket motor var. Raket. Əslində nə 5.5'dir, nə 5'dir, nə 6'dır. 1,5 litrlik hibrid motordur. 409 at güclü Bayik BJ30. Buna görə bu günləri bax bu soyuqda, fevral soyuğunda gəlmişik dəniz qırağına ki, burada bir dənə saçtaniya olsun da, yəni bir-birlərini asosiasiya eləsinlər. Bax bu rənginə, bax bir dənə dənizə baxın. Əcdahadır da, bir dənə vida baxın siz. Sadəcə olaraq vida baxın. 409 at gücü, 4 çəkən, 7 dənə sürüş modu var. Hara istəyirsiniz sürün də. Bir dənə buna baxın, gəlmişik, girmişik, palçıq, malçıq, su. Bu dəqiqə, yəni belə deyək də, gülməsələr bunu götürüb suya da apara bilərik. Yəni orada da üzər. Sükan isidilməsinə kimi var. Bu dəqiqə buna ehtiyacım var. Çünki dənizin qırağında hazırda 0 dərəcədir, bəlkə də -1'dir. Çünki fevral və dəniz qırağı, özü fevralın ən soyuq günüdür bu günləri. Gəlmişik bura ki, nə olur olsun, yəni isti olacaq, nətər olacaq. Sadəcə olaraq təsadüfdən belə oldu ki, çox soyuqdur hava və sükan isidilməsi də var. Son günlərin ən populyar SUV-si BJ30, Bayik BJ30, 360 kamera, nə bilim, hər bir şey var da, hər bir şey var. Avtomobilin bütün funksionallığı eyni zamanda çox geniş bir maşındır. Qardaş, yəni bu qiymətə, bu maşının qiymətinə siz başqa bu cür maşın ala bilməzsiniz. Özü hibrid. Yəni nəzərə alın ki, bu maşın hibriddir. Və bu maşının stabilizasiya o qədər mükəmməldir ki, sanki maşında pnevma var. Pnevma askı sistemi var. O qədər bax belə gözəl, yəni yırğalanır ki, elə bilirsən ki, gəmidəsən. Bu barmaqdır. Donmuş barmaq və burada isə bir knopka var və BJ30'un mükəmməl və geniş bir bagajı ilə tanış etmək istəyirəm sizi. Avtomobil o qədər genişdir ki, yəni sərnişin üçün də genişdir, nə bilim bagaj üçün də genişdir. Maşını maksimum böyük ediblər ki, sən heç bir problem yaşamayasan. Çinlilər düzəldib bu maşını, amma sanki Amerikalılar düzəldib. Çünki Amerikalılar bilirsiniz də çox böyük maşınları sevirlər. Mən başa düşmürəm, bunu Çinlilər düzəldib, yoxsa Amerikalılar düzəldib. Bu maşında ən təhlükəsiz batareyalardan biri yer alır. Baxın, həm ərazisinə baxın, görün harda yerləşir. Həm də ümumiyyətlə batareyanın kateqoriyası ən təhlükəsiz kateqoriyalar sinifinə aiddir. Maşının dörd bir tərəfində, bax buradan, arxadan, qabaqdan, o yüzden hər bir yerdən kamera var. Bayaqlar dedim sizə 360 kamera, yəni avtomobil tam təhlükəsiz formada, yəni hər bir yerdən bir monitor vasitəsilə sizə göstərilir.